Salam əziz abituriyentlər. Dövrü sistemə aid belə bir məsələ tipinə baxaq. Deməli, bizdə X və Y elementinin dövrü sistemdə mövqeyi verilib, yəni dövr və qrupu, neytron sayı müəyyən edilib. Və bizə sual verilir ki, X və Y-in əmələ gətirdiyi birləşmənin formulunu müəyyən edin. Belə tip məsələləri həll edərkən, deməli, necə edirik? Əvvəlcə, X-in qısa elektron formulunu yazaq. Deməli, X yerləşib 4-cü dövrün 2-ci A yarım qrupunda yerləşibsə, deməli, burada da 3D yarım səviyyəmiz 0-dır. Və həmişə yadınızda saxlayın, 3D yarım səviyyəsi dolmamışdan həmişə 4s2-yə qədər cəmi 20 elektron olur. Yəni 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2 şəklində düzsək, cəmi 20 elektronumuz var. Deməli, X-in proton sayı 20, neytron sayı da 20 verilmişdir. Demək, X elementinin nisbi atom kütləsi 40-a bərabərdir. Y elementi isə 2-ci dövrün 6-cı yarım qrupunda yerləşir, yəni 6A-da. Qısa elektron formulu 2s2, 2p4-dür. Əvvəlini də yazsaq 1s2. Y elementinin də deməli elektron sayı 8, neytron sayı 8, nisbi atom kütləsi isə 16-dır. X və Y-in əmələ gətirdiyi birləşməni necə müəyyən edək? Baxırıq ki, X elementi 2-ci A qrupunda yerləşibsə, deməli, bu nədir? Metaldır. Ümumiyyətlə, 1-ci, 2-ci, 3-cü A qrup elementləri metallardır. Və metallar birləşmələrdə qrupuna uyğun valentlik göstərir. Yəni, X elementi 2 valentli olacaqdır. Y elementi isə 6-cı A qrup elementi olduğu üçün qeyri-metaldır. Qeyri-metallar metallarla birləşdikdə həmişə minimum oksidləşmə dərəcəsini göstərir. Qeyri-metalların minimum oksidləşmə dərəcəsini tapmaq üçün isə 8-dən çıxırıq 6-nı. Niyə 8-dən çıxırıq? Çünki qeyri-metallar özlərini oxşatmaq istəyir təsirsiz qaza. Təsirsiz qazlar isə 8-ci qrupda yerləşdiyi üçün 8-dən çıxdım 6, Y-in valentliyini müəyyən etdim. Deməli, Y neçə valentli oldu? 2 valentli. Onda birləşməmizin formulu X, Y şəklində olacaq. C və Y variantında doğru variantlar göstərilmişdir. MR-ni isə tapdıqda müəyyən etdik ki, Y-in ayeri 16, X-in isə ayeri 40-dır. 40 və 16-nı toplasaq, deməli 56. C variantı doğrudur.